Gürcüstan Xarici İşlər Nazirliyində bu ölkədə akreditə olunmuş səfirlərlə görüş keçirilib. Görüşün mövzusu oktyabrın 4-də baş verən hadisələr olub. Akreditə olunmuş səfirləri Xarici İşlər Nazirinin birinci müavini Georgi Zurabishvili qarşılayıb. Gürcüstan arzusu yaxın vaxtlarda ölkədən hansısa səfiri qovmağı planlaşdırmır. Bu bəyanatla parlament çoxluğunun lideri çıxış edib. İraqli İrçixaliyanın sözlərinə görə hökumət bir tərəfli dostluq siyasətini davam etdirsə də əhalinin böyük bir hissəsi bunu tələb edir. Daxili İşlər Nazirliyi oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı daha 13 nəfəri saxlayıb. Gecə saatlarında nazirlikdə keçirilən brifinqdə məlum olduğu kimi daha 2 nəfər gizlənir və onların tutulması istiqamətində müvafiq tədbirlər görülür. Nazirlikdən bildirilib ki, cinayət törətmiş digər şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 317, 222, 225 və 187-ci maddələri ilə istintaq aparılır. 4 oktyabr çevrilməsi adlanan hadisə hələ də siyasi spektrin əsas müzakirə mövzusudur. Əvvəldən qondarma inqilabı şübhəsi ilə yanaşan siyasətçilər nəticələrə görə təşkilatçıları günahlandırırlar. Milli hərəkatda planın Burçulac və digər təşkilatçılar tərəfindən hazırlanması ilə bağlı suallar var. Hakim komandaya gəlincə, Gürcü arzusunda hər bir qanun pozucusuna dövlət tərəfindən sərt cavab veriləcəyini deyirlər. Gürcüstan prokurorluğu bir nəfəri qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı qurğular və partlayıcı maddələr əldə etmək və saxlamaqda ittiham edib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin apardığı araşdırma nəticəsində müəyyən edilib ki, Gürcüstan vətəndaşı qanunsuz olaraq Mtsxeta munisipalitetində avtomobil yolu həndəvələrində yerləşən meşə massivində saxladığı pulemyot, çoxlu sayda patron, qumbara atan tank əleyhinə mərmilər, partlayıcı maddə, trotil və partlayıcı qurğular, 3 elektrik detonatoru, 2 avtomat odlu silah əldə edib. Təqsirləndirilən şəxsə qiyabi ittiham irəli sürülüb. Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək. Daxili İşlər Nazirliyi Zugdidə yaşayan əvvəllər məhkum olmuş şəxsi narkotik cinayətlərində ittiham edərək həbs edib. İttihamlara xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışa imkan yaradılması daxildir. Saxlanılan şəxsin üzərində şəxsi axtarış zamanı hüquq mühafizə orqanlarının əməkdaşları həmçinin Batumidəki yerlərin birindən satış üçün hazırlanmış xüsusilə də külli miqdarda metadonu sübut kimi götürüblər. Cinayət 20 ilədək və ya ömürlük həbsi nəzərdə tutur. Miqrasiya İdarəsi əcnəbi vətəndaşları Gürcüstandan çıxarıb. Son günlər həyata keçirilən kompleks tədbirlər nəticəsində Hindistan, İraq, Misir, Bangladeş, Çin, Kamerun, Azərbaycan, Angola, Qana, Pakistan və Türkiyənin 27 vətəndaşı ölkədən çıxarılıb. Mövcud qanunvericiliyə uyğun olaraq ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qadağan edilib. Avropa Parlamenti bugün vizanın dayandırılması mexanizminin islahatına səs verəcək. İslahatdan sonra ölkə insan haqları və ya beynəlxalq hüquq pozarsa, Avropa İttifaqı vizasız rejimi dayandıra biləcək. Bundan əlavə Avropa Komissiyası vizasız rejimi bir ölkənin bütün vətəndaşları üçün deyil, yalnız konkret qruplar, məsələn, hökumət üzvləri üçün dayandıra biləcək. Bugün Avropa Parlamentində vizanın dayandırılması mexanizminin islahatı ilə bağlı səs vermə keçiriləcək. Bugündən Parlament 2026-cı il dövlət büdcəsi layihəsinin komitə formatında müzakirəsinə başlayıb. İlkin layihəni Birqa Komitənin iclasında Maliyyə Nazirinin birinci müavini təqdim edib. Xərc hissəsi 35 milyard 5 milyon larini təşkil edir. Səhiyyə və sosial təminat proqramlarının maliyyələşdirilməsi 800 milyon laridən çox artırılıb. Layihəyə əsasən yaşı 70-dən az olan şəxslərin pensiyası 20 lari artaraq 370 lari. Dağlıq yaşayış məntəqələrində isə 400
444 lari müəyyən ediləcək. Yaşı 70 və ya yuxarı olan pensiyaçılara gəlincə, onların pensiyası 45 lari artaraq 495 lariyə çatacaq. Dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası 594 lariyə bərabər olacaq. Bundan başqa layihəyə əsasən 18 yaşına dək sağlamlıq imkanları məhdud şəxslərə verilən sosial müavinətin kəskin şəkildə 45 lari, qalan kateqoriyalar üzrə əlillərə verilən müavinətin isə 20 lari artırılması nəzərdə tutulur. 2022-ci ildə dövlət qulluqçularının əməyinin ödənilməsini tənzimləyən qanunvericiliyə edilən dəyişikliyə əsasən 2026-cı ildə büdcə təşkilatlarında çalışan işçilərin əməyinin ödənilməsinin 10% artırılması da nəzərdə tutulub. Parlament ilin sonuna kimi gələn ilin büdcəsini təsdiq etməlidir.